Dünyanın cahil deyib ələ saldığı futbolçu əslində ölümdən qaçırmış. Bu epizoda görə futbolçunun bütün dünyada ələ saldığı var. Ona cahil dedilər. Amma əslində o həyatını qurtarmağa çalışırdı. 1974-cü il Zaire millisi 2 dəfə dünya çempionatındadır. Ölkəni həmin dövr qəddar bir diktator Mobutu Sese Seko idarə edir. O, dünya çempionatına vəsilə qazanan futbolçuları ev və maşınla təklif edib. Hətta komandaya uğur gətirməsi üçün cadügər həkimləri də Almaniyaya göndərir. Lakin 2 tur sonra məlum olur ki, cadügərlərin edə biləcəyi bir şey yoxdur. Xüsusilə ikinci turda onlar Yugoslaviyadan turnirin ən ağır məğlubiyyətlərindən birini alaraq 0-9 hesabı ilə məğlub olurlar. Bu daramadağından qəzəblənən diktator isə öz şəxsi mühafizəçilərini Almaniyaya göndərər ki, futbolçulara ultimatum versinlər. Əgər son turda Braziliyaya 3-dən çox top fərqi ilə məğlub olsanız, sizi ölkəyə buraxmayacağam. Gözlənildiyi kimi Braziliya 3 topluq üstünlüyü əldə edir və təhlükəli nöqtədən cərimə zərbəsi qazanır. Zairli müdafiəçi Ilunga bilir ki, 4-cü gol onların sonunu gətirəcək və o cəsarət edərək canlı zəddən çıxır və topu uzağa vurur. Şərhçi onu cahil adlandırır, dünya isə gülür. Sonradan Ilunga açıqlamasında qaydalardan xəbərdar olduğunu və hakimin onun meydandan qovmasını ümid etdiyini bildirir. Maraqlıdır ki, Ilunga hərəkəti həqiqətən də işə yarayır və maç elə bu hesaba da başa çatır. Bu nəticədən sonra Zairli futbolçulara ölkəyə qayıtmaq icazəsi verilir. Ancaq futbolçulara verilmiş ev və maşın onlardan geri alınır və bir çoxu səfalət içində yaşamağa davam edir. Ilunga isə 2015-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Bu il isə həmin ölkə Konqo Demokratik Respublikası adlanır. Play-offlarda Kamerun və Nigeriya kimi futbol ölkələrini məğlub edərək 52 il sonra yenidən dünya çempionatına vəsilə qazanıblar. Artıq nə onlara hədə-qorxu eləyəcək bir diktator var, nə də onlara gözəl şərhçilər. Çünki Leopardlar ən yaxşı 3-cü kimi mundialın play-offuna vəsilə qazanıblar. Burada isə rəqibləri 52 il əvvəl onları cahil adlandıran şərhçinin həmvətənləri olacaq.